Audio Jungle. Değerli Nurlu Seher TV izleyicileri, hürmetli Azerbaycan halkı, biz qeyd etmişdik ki, çok sayılı müraciətləri nəzərə alıb, həm kənd sakinləri tərəfindən, həm bölgəmiz, ümumiyyətlə, Respublikanın və müxtəlif yerlərində olan müraciətləri nəzərə alıb, biz qərara gəldik ki, aktiv fəaliyyətimizi daha yaxşı, daha mükəmməl formada davam etdik. Biz bilirik, indiki dövrdə o qədər vətəndaşların problemləri var ki, bu problemləri tədricən jurnalist olaraq həm araşdırmaq, həm hansı səbəblərdən insanlar bu çətinliyə düçar olub, bunları izah eləmək, öz təfəkkürümüz səviyyəsində, başa düşdüyümüz, dərk etdiyimiz səviyyədə işıqlandırmaq istəyirik. Hər kəs bilir ki, Azərbaycan tək-tük ölkələrdəndir ki, ümumiyyətlə uşaq pulu verilmir, pensiya yaşı kifayət qədər indiki çətin dönəmdə çətinliklər yaradı. Buna görə də çalışmaq lazımdır ki, hər kəs öz fikrini bildirsin. Ümumiyyətlə, açıqlı deyim ki, Azərbaycanda elə bir qütbləşmə yaranıb ki, söhbət jurnalistika sahəsində məşğul olan insanlardan gedib, iki qrup yaranıb. Bu qrup bir hissəsi tam qəti əminliklə deyirəm ki, iqtidarın tərəfində elə hər nə eləyirsə düz eləyir, yalnız bir tərəfli təriflərlə, mətiyyələrlə məşğuldur, müxalif jurnalistlər də ümumiyyətlə şəxsi prizmadan yanaşır əksəriyyəti. Biz qeyd eləmişdik ki, tərəfsiz olduğumuzu qeyd eləmişdik və bu aspektdən də fəaliyyətimizi davam elətdiririk. Açığı, bu bir neçə gündə nə qədər öz kənd sakinlərimizdən, nə qədər müraciət eləyənlər oldu, İşıq İdarəsi ilə bağlı, müxtəlif sahələrdə sosial müdafiə ilə bağlı, onu qeyd edeyim ki, sosial müdafiə sahəsində dəyişikliklər olmalıdır. Bugün qütbləşmənin səbəbi nədir? İstəyir xaricdə olan blogerlərlə mövcud iqtidar arasında, dövlət arasında olan münasibətdə istər digərləri. Aydındır ki, ölkə prezidenti bir nəfər bütün problemləri həll etmək iqtidarında ola bilməz. Qoyduğu insanlar, nazirliklər bu işlərə aydınlıq gətirməlidir. Optimal variant hansıdır, onu icra eləməlidir. Təəssüf ki, bu şeylər olmur. Dediyim kimi, kütləvi informasiya vasitələri də yalnız öz şəxsi prizması nöqteyi nəzərindən yaxınlaşır, öz sözünü deyir. Buna görə də çalışmaq lazımdır ki, cəmiyyət özü bu işlərə təkan versin, tək-tük. Şəxsən mənə yaxınlaşır, o problemi deməklə yox. Hansı problemdirsə, o qaynar xəttlərinə zəng eləsin, nazirliklərə zəng eləsin. Onu da qeyd edeyim ki, Azərbaycanda son dövrlər, qaynar xəttlər sanki yoxa çıxır. İndi Vacib bəy, siz də mənimlə bu studiyada əyləşmişsiniz. Siz nə cür görürsünüz bu günlərin insanların o problemlərini, müxtəlif çatışmazlıqları? Elon mənim çox yerinə verilən bir sualdır. Bu sual üçün sizə əvvəlcədən təşəkkür edirəm. Bax, mən bir şey deyim ki, bizdən məsələn vətəndaşlar müraciət edirlər. Müraciətdə göstərirlər ki, həqiqətən də 3 dekabr 50-lər günlüyü, bütün dünyada qabul olunmuş bir 50-lər günü var. Bizdə də 3 dekabr 50-lər günlüyü. Bunlar Şəki şəhər desinfeyə müraciət edirlər, ərzələrlə. Ki, 30 manat civarında olan o məvacib hər hansı bir əlinə nəzərdə tutulur. Bunu versinlər. Artıq 3 dekabrdan gör nə qədər vaxt geçir. Bugündən fevralın haradasa 21-22-sidir. Yəni vətəndaşların düzgün qoyduğu bir sualdır. Düzgün mövqeydədirlər ki, vətəndaşlar özünüz Allah'a şükür görürsünüz da, elə insanlar var ki, donuna bilmir, vəziyyətlər çox ağırdır, pensiya yaşı yuxarıdır, yəni bax, belə şeylər var. Ona görə də bu şeylərə aydınlıq gətirmək çox doğrudur, çox düzgündür.
bildiririk, nə cür görürük. Adicə, şəxsən mən özüm bir neçə gün əvvəl ağır vəziyyətdə olan bir dəhnəli, bizim kəndimizdə yaşayan insanın maraqlandım. O məktublar, müraciətlər ünvanlanmışdı. Cənab Prezidentə, vitse-prezidentə, nazirliklərə, müxtəlif yerlərə. Orada da düzü, mən Şəki səhiyyə sistemində bu işlə bağlı hansısa bunların deyək ki, bu işi aksatmaqlı hiss eləmirəm. Çünki iş başdan gəlir, təbibdən gəlir. Təbibin rəhbəri də Cənab Vüqar Bayramov idi də deyəsiniz. Təbibin rəhbəri də vəzifədən uzaqlaşıb. Ümumiyyətlə, mən başa düşə bilmirəm. Azərbaycan reallığında istər təbib, istər digər nazirliklər reallıqlara uyğun addımlar atmalıdır. Ayrıca hər kəs bilir də, bütün bölgələrdə narazılıqlar orada yıxılıb ölsə hansısa xəstə iynə vurmaq qadağan olunub. Hətta tibb müəssisələrində. Niyə görə mərkəzə getməlidir? Mərkəzdə sıxlıq yaratmalıdır. Oradakı həkimlər, tibb bacıları əsas işi qoyub, ağır vəziyyətdə olan xəstələr də gedir. Mən bir ayda mən üzr istəyirəm. Məsələn, onu barək ki, bizim kəndimizin özündə, Sovet dövründə 150 çarpaylı xəstəxana inşa olunub. Bu günləri o xəstəxana heç bir fəaliyyəti yoxdur. Fəaliyyətsiz şəkildə durub. Yaxşı, bir nəfər bizdə indi hər dəqiqanın öz hökmü var, hər dəqiqə insandır bu. Xəstəliyinə bilər, düzdür edəməlidir. Və bir nəfər o xəstəxanaya gedib aparsan, orada bir dənə iynə vuran nə deyil, tibb bacısı yoxdur. Bu məsələdə heç bir tərəfdən aydınlıq gətirmir. Nə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirir, nə də təbib tərəfindən aydınlıq gətirir. Və məsələ arasında ki, bunun sonu nətər olmadı? O maraqlanmasın, bu maraqlanmasın. Vacib bəy, məsələ bundadır ki, orada görünməyən tərəf bilirsiniz nədir? İnsanlar getdi, misal üçün də, orada tutaq ki, hansısa həkim, hansısa tibb bacısı, ağır vəziyyətdə olan xəstə ilə maraqlanır, bir bacısı, bir gəlməli görən kimi o, bütün o negativləri hamısını yüklüyü yaşadığı ərazinin səhiyyə işçilərinin üzərinə. Ay qardaş, bir daha qeyd edirəm, hər ölkənin öz reallıqları var, nələri var, bunları nəzərə alan yoxdur. O gün getmişik, misal üçün, sağ olsunlar, oturublar, Şəki, deyək ki, mütəq işçiləri də, bu Həkim Ekspert Komissiyası. Onlarla da mən danışığımda, onlar deyir ki, təzəndən bu adam, ağır vəziyyətdə olan adam, müxtəlif xəstəliklər daşıyan adam, 10 ay keçib, o əvvəllər göndərib sənədləri, gedib komissiyada da olub imtina gəlir. Halbuki bu adam tərpənə bilmir, yeriyə bilmir, Kalyaskada gətirib bunu çıxardırlar, gəzdirirlər. Açıq etiraf eləyək də, elə adamlar var ki, vətəndaş da görür axı, baxır. Birinci qrup əlildir, inanın ki, bizim hamımızdan aktiv, hamımızdan yaxşı hərlərin müxtəlif nələri kim inanar ki, bunlar real birinci qrupdur. Üçüncü qrupa heç çıxarıla bilməyən adam, kimlərinsə ümidində qalan adam yeriyə bilmirsə, o birinci qrupu əlili elə vəziyyətdə görən adam dövlətdən, dövlət səhiyyəsindən nə cür inamı ola bilər? Buna görə də çalışmaq lazımdır ki, o negativlər aradan qaldırılsın. Mən misal üçün təhlil edirdim ki, əgər deyirsinizsə ki, 5 ay müddətinə bu müraciət eləməliydi, bu adamın imkanları yoxdur ki, rayon xəstəxanasına gəlməyə. Elədirsə, rayon daxilində hansı prosedurlardan keçməlidir? Ondan keçsin, yerdə qalan əsas implant qoyulublar, belə ayrı yerlərə də qoyulmalıdır, vəziyyət daha da ağırlaşır. Əgər gedib bundan ötəri bu adam Bakıdan həkim axtarmalıdır, tezdən onu tapmalıdır, rəyini almalıdır, hansı əsrdir? İndiki dövrdə bütün çəkilişlər hansı formadadır? Bu formanı mən də təhlil elədim ki, onlayn formada həkim baxanda bilir ki, onsuz həkim də o baxıb o rengen aparatları, digər aparatların göstəricilərinə uyğun buna diaqnoz qoyasıdır da. Bu adamın onsuz da imkanları yoxdur. Yəni çətin vəziyyətdə olan insanlara kömək eləmək lazımdır. Mən bir daha deyirəm.
Bugün əsas məsələlərdən biri sosial məsələlərdir. Sosial məsələlərə düzgün yanaşmamaq məsələsidir. Bəli. Bu məsələlər aradan qaldırılmalıdır. İndi düzdür, bütün sahələrdə negativləri bizə deyirlər, müraciət edirlər. Bugün bir neçə nəfər hətta Işıq Dərəsinin atdığı belə gülünç addımlardan bu barədə də biz növbəti verilişlərimizdə öz sözümüzü deyəsiyik. Nə demək istəyərdim? O formalar hədsizdir. Tutaq ki, komissiyada gəlir, hansısa bir imkansız bir vəziyyətdə olan ailəyə sosial yardımla bağlı. Gəlir, çox gülməli bəhanələr tapır. 15 dənə toyuq yazmışdım, niyə 14 dənədir, niyə 13 dənədir? Burada niyə 5 dənə üzr istəyirəm, yataq dəstəsi var? Burada hansısa kişi xeyli ağı yatıbmı, kim yatıb, nə eləyib, kim durub? Elə belə rüsvayçı suallar verirlər ki, gülüş məsələdir. Ay qardaş, bu adamlar sosial yardım nədən ötərdir? Bunun sosial vəziyyəti ağırdır, nədir? Əlinizdə sizin hansısa göstəricilər varsa, bu adam haqqında internet əsildir, bir daha qeyd edirəm. Ailənin başçısı olmayan, evin yiyəsi olmayan bir xanımın evinə gedib deyirlərsə ki, bu niyə 5-6 kravatda kim yatır, nə yatır? Hamıya məlumdur ki, gəlin keçəndə, orada kimsə cehiz kimi aparıb, ora çarpayı da qoyub, usul da qoyub, ayrı şeylər də qoyub. Bilirsiniz, əsas şeyləri, argumentləri bilmirlər ki, hansı argumentlər real olmalıdır, hansı yox. Səbəb nədir? Bir məna var, imtina gəlsin. Bəli. Qardaşım, bugün cəmiyyəti rəhbərlikdən dişindirmək lazım deyil. Heç kim istəmir ki, ağıllı adam, düşüncəli, savadlı adam heç vaxt istəməz ki, qarşı durmalar olsun. İnsanlar bezib daha, hər şeydən bezib, niyə görə gedib, nədir, prezident aparatının qarşısında özünü odlamaq, müxtəlif onlara yol verirlər də. Axı, onsuz da dövlətdən bu yardım ayrılır. Niyə? Lazım olan adamlara yox, hansı yollansa, gəlib əvvəl dediyim kimi, birinci qrup adamlar var, baxırsan, deyirsən ki, bunlar idmancıdır. Halbuki, elə ailə var ki, biricə nəfər işləyən adam yoxdur, uşaqlar var, xəstəliklər, heç yaşadığı yerdə, üzr istəyirəm, indiki dövrdə tövriyə bənzəyir, bu adamlara ya əlillik dərəcəsi verilmir. Əvvəl dediyim kimi, sosial müdafiə məsələsində də lazım addımlar atılmır. İnşallah biz gələcəkdə bu mövzuda da, qeyd elədiyim kimi, digər mövzularda da öz haqq səsimizi deyəsiyik, insanların nə düşünür cəmiyyət? Bir daha qeyd edirəm ki, dövlətin inkişafı üçün kütləvi informasiya vasitələrinin o negativləri deməsi dövlət üçün lazımdır, dövlətimiz üçün lazımdır ki, bu dövlətin hesabına, maddi imkanları nə dərəcədə yetir, bunun hesabına, o problemlər aradan qalxanda dövlətə də inam artır, insanlar arasında da, belə deyim ki, kənar adamlar da inanır ki, bəli, biz inkişaf etmiş demokratik bir dövlətdə yaşayırıq, inam, etibar artır. Çox danışa bilərik, buna görə... Mən bir dəqiqədə üzr istəyirəm, mənim sözün qüvvəsi, yəni Respublikada, Azərbaycanda bu gündən sosial ədalətsizlikdir. Bunu qəbul etmək lazım, bir mənalı şəkildə. Ona görə ki, o sosial yardım verənlər, yoldaşlar, onlar gəlirlər, gedirlər, hansı bir kəndə, hansı bir yerə gedirlər, bilsə nətərdir, özlərindən nəsə bahanələr uydururlar. Heç görünməyən, nə bilim, o özlərində olan negativləri görə bilmirlər. O ahalidən nə bilim, görürlər ki, o tovuqların nədir olduğu birinə görürlər ki, heç tovuğu yoxdur vətəndaşın, bax, burada tük var, burada nə bilim, filan şey var. Olmaz belə şeylər, ən azından bunların qarşısı alınmalıdır, ən azından. Aydın məsələdir ki, yəni bu imtina cavabını vermək üçün əvvəlcədən bunlar getdiyi vətəndaşa elə dolayısıyla çatdırırlar ki, sizə verilməyəsin. Başa düşürsünüz, burada
Kanunun aliliğinden söhbət gedə bilməz. Buna görə də bir daha sonda o məsələləri, yoxlamanı göndərər, ona cavabdeh olan mən başa düşülən dildə deyirəm ki, maddi yaşayış səviyyəsini yoxlamasına baxan Nicat İsmailov cənablarına xahiş edirəm ki, təlimatlandırsınlar göndərdikləri kollektivi, adamları, orada lazım olan əsas şeyləri, əsas argumentləri araşdırsınlar. Əlavə bəhanələrlə insanların heysiyyatı ilə oynamasınlar.